Salam dostlar, xoş gördük sizləri. Belə bir proqram var. Düzdür, mən də o vaxtdan vardı bu proqram. Sonra köçürmə elədilər başqa bir proqrama. Dedim təşkil paylaşım sizin üçün kimsəzi qeyddən keçsin. Qeydət linkidəki yorumda bir də açıqlama bölümündə var. Rahat şəkildə qeyddən keçirsiniz. Deməli, qeyddən keçəndən sonra nə edirsiniz? Şəxsiyyət doğrulamaq lazımdır. Şəxsi vəsiqənizin şəklini atırsınız, ön, arxa tərəfə atırsınız. Sonra orada siz adres soruşur, harada qalırsınız, ev ünvanı, hamısını soruşur, hamısını düzgün şəkildə yazırsınız. Davam edə gedirsiniz. Əgər seyfli gəlsə, seyfli şəkildə çəkirsiniz, video daha doğrusu göndərirsiniz də. Yox, şimdi çıxdı irəli vura gedirsiniz, hamısını düzgün şəkildə edirsiniz və profil təsdiqlənir. Mənim təsdiqlənir profilim. Hazırda 1.89 dollar var balansında. İndi onu sizin gözünüzün qabağına çıxarışını yoxlayacağım. Biz birinci dəfədir mən də edirəm bu çıxarış. Görüm gələcəkmi bu? Bunu necə qazanmışım, necə olub onu sizə göstərəcəm. Proqram gedişatı çox xoşuma gəldi. Düz depoziti biraz çoxdur. Depozit eləyib daha çox qazanmaqda. Yəni depozit biraz çoxdur. Ona görə də hər iki depozit eləmirəm bura. Qayda necədir, necə olur, necə qazanılır, indi onu sizə izah edəcəm. Nəsə tutaq ki, qeyddən keçdiniz, mən link paylaşmışam, üzərindən vurursunuz, qeyddən keçsiniz, belə bir ekran açılacaq sizə də. Burada göstərir ki, doğrulamaq lazımdır. Belə üzərindən vurursunuz, bu heç bir balanslı gələcək. Yəni burada göstərəcək ki, üzərindən doğrulayın profili. Profilinizi doğrulayırsınız. Yəni burada məsələn bura gələ baxaq görə bu nədir? Bura heç ehtiyac yoxdur. Bura indi buradan anlayış olan varsa, buradan trading nədir onu vurursunuz. Məsələn tutaq ki, 70 qoyanda 3% qazanma şansı olur. 2x qoyanda biraz daha çox olur. Belə bir yəni belə bir nəsə var. Mən tam bunun anlayışım yoxdur. Kim bilirsə istifadə edə bilər. Minimum $10 qoymaq olar. Məsələn 10 dollar bu gəldisə 24 dollar eləyir. Tutaq ki məsələn 72 qoydum, $33 eləyir. Nəsə belə bir şey var burada. Buna mən çox anlayışım yoxdur. Yəni deyirəm, trading nədir belə bir şeydir. Yəni kim anlayışı varsa istifadə edə bilər. Mən ən çox buradan istifadə edirəm. Yəni 1.89 dollar buradan qazanmışam. Üzərindən vururuq. Siz üzərindən vurdunuz, burada yazı gələcək. Üzərindən vurursunuz və burada sarı xəttlər çıxacaq. Bax üzərindən belə vurursunuz, görürsünüz bitcoinlər gəlir. Burada bitcoin gəlir. 2 dəfə onu eləyəcəksiniz məndə kimi, pulsuz 2 dəfə gələcək. Sonra yatırım istəyəcək. Burada necə? Bu 8 saatdan sonra yəni də eləyə bilərsiniz bunu pulsuz, yatırımsız. Yatırım məsələn 150 dollardır, 255 manat eləyir. Eləsəz orada 7 saatdan bir vurursunuz coinləri. Bu dəfə sizə 0.5 verir, burada 3 verir. Məsələn bu 200 dollar yatırım eləyəndə hə bu biraz çoxalır, bu biraz getcə yəni burada çoxalır yatırımları. Yatırımda rahat yatırım eləmək kimsə edə bilər, yəni şəxsi fikirdir. Bunu eləyəndən sonra gəlirsiniz burada vurursunuz belə üzərindən və bitcoinlərinizi götürürsünüz gördüyünüz kimi. Üzərinə belə vurub bitcoinlərinizi götürürsünüz, köçürü balansınıza. Yəni bura gələ burada nə var? Burada deməli telefon nömrəsi, email telefon nömrəsi, burada adresləriniz var. Burada bunlar göstərilir, bunlar keçə bilər. İndi mən sizin gözünüzün qabağında bunun çıxarışını etmək istəyirəm. Deməli belə eləyək. Mən istəyirəm birinci bunu transfer eləyim, dollar kimidir. Gələk bax bura. Bu bitcoin kimidir. Mən istəyirəm bunu dollar kimi transfer edim. Gələk bura. Deməli burada yerlərini dəyişək bunların. Burada bunu eləyək. Burada dollar yox. Daha doğrusu CD kimi, yəni CD belə bitcoin coin kimi. Bura nəsə deyəsən 9 tutdu, nəsə faiz kimi. Nəsə beləsini transfer edə geçsin. Belə görə gözləyək, 180 görə indi bunu çıxarış etmək olacaq, yoxsa olmayacaq. Bir dənə belə üzərindən vuraq. Niyə? Transfer minimum 0.31 bitcoin transfer eləmək olur. Nəsə görə indi biz bunu öz adresimizə göndərə bilərik, yoxsa yox, bitcoin adresimizə. Deməli necə eləyirik? Baxın, gəlirik bura, bunun üzərindən vururuq. Vurduq, sonra kripto gəlir sözü, onun üzərindən vururuq. Bizə bitcoin olduğuna görə bitcoin üzərindən vururuq. İndi bilmirəm, bunu göndərə biləcəm, yoxsa yox. Yəni birinci dəfədə sizinlə burada edirəm. Məsələn, bunun üzərindən vuraq. Deməli, gedək indi Binance-dan adres götürək. Və sayt əlavə sözünə vuraq. Sürü depozit koyun. Görün burada bitcoin kimi göndərmə olur yoxsa yox. İndi olmasa
Biraz yığarım, bir 7-8 saatdan sonra onu sonra göndərərəm. Bir dəqiqə. Hemen bura gəlməliyim və sayt əlavə elə. Kripto depozit. Bitcoin. Deməli, mənə hansı lazımdır burada? Bitcoin MinePip 20. Mənə deməli lazımdır. Depo. Üzərindən vuraq, görək göndərmək olacaq. Bura yoxsa yox. Adresimizi buraya yapışdırırıq. Sonra bunun hamısını vururuq, görək nə göstərəcək. Nəsə yazı vardı mı burada? Vuraq görək. Ya minimum göndərmə 0.0333 Bitcoin olmalıdır. Sonra burada nəsə yazmalı, email kod gəlmə, bunlar heç. Buradakı ağzı deyənə bizdə getmir. Yəni nəsə bazarın, bilən buna baxaq görə, bu nədir Bitcoin mine. Getmir, deməli Bitcoinimiz azdan görə getmir. Yəni mən bunu axşam yüklədim. Hələ ki bunu yığmışam da. İndi bir 7-8 saatdan sonra bir də yoxlayacağam. Yəni yenə deyirəm, çox xoşuma gəldi proqram, gedişatı. Kim istəyirsə yükləsin, istifadə eləsin. Rahat şəkildə istifadə eləmək olur. Elə linki vuran kimi Play Store-dan rahat yükləyəcəksiniz. Dəvət kodu da paylaşacağım. Kim istəsə dəvət koduna keçib istifadə edər. Bunlardan da, tradingdən də anlayışı olan varsa, zəhmət olmasa mənə də yazar. Mən də yəni bəzi şeyləri öyrənim buradan. Düz bunu araşdıracağam. İndi görüm alınsa araşdıracağam mən bunu. 10 dollar yatırım edəcəm bura. Bunu araşdıracağım görüm, yəni 10 dollar yatırım edib. Sonra X2 ilə həqiqətən götürmək mümkün olursa eləyərəm bunu. Bu qədər dostlar, kim nə isə bilmək istəsə yazsın mənə, bazarına qədər kömək eləyərəm. Mən keçən qeyd etdim, birinci hər iki pulsuz istifadə edin, yoxlayın, yatırım eləmək tələsməyin, pulsuzdan istifadə edin, yoxlayın, sonra baxın, görsəniz xoşunuza gəlsə yatırım edərsiniz, ya da gözləyin, mən özüm yatırım edəndə paylaşım edirəm, onda siz yatırım edərsiniz. Yəni seçim sizin özünüzdür. Bu qədər, sağ olun dostlar, nə kömək lazım olsa yazarsınız. Bir də dostlar, depozit necə etmək olur, onu deyəcəm sizə. Bu yadımdan çıxdı, indi əlavə çəkib dedim paylaşım sizin üçün. Depozit necə olur? Baxın, burada görürsünüz, bura gəlirsiniz. Bura gələndən sonra burada kart da çıxır, nə bilim, bir dəqiqə. Burada kartlar, baxın, kartdır, sonra burada kart var burada, bir də kripto valutaları var burada. Ən yaxşısı elə kripto valuta ilə depozit eləmək, üzərindən vurursunuz. Aslında burada kripto valuta ilə, yəni ünvanlar məncə gələcək burada. Hansı ünvanı seçirsiniz və depozit edirsiniz rahat şəkildə. Üzərinə belə vurdunuz. Buradakı adreslərdən seçirsiniz, kopyalayıb Binance-dan, Bybit-dən göndərirsiniz. Ən rahatı Tron'dur, TRC20-dir. Üzərinə vurdunuz. Ondan sonra burada adres gələcək. Onu kopyalayırsınız belə. Keçirsiniz Binance-dan ya Bybit-dən rahat şəkildə göndəriş edirsiniz. Yəni depozitdə belə olur. İndi kim istəsə depozit edə bilər. Amma hələ depozit etməyin, biraz araşdırın. Baxın, maraqlanın. Əlavə pulsuz gəliri götürün oradan, ondan sonra depozit edərsiniz.